Hər birinizi salamlar. Bildiyiniz kimi bugün 2025-ci il 9-cu sinif buraxılış imtahanının ikinci mərhələsi keçirilib və biz bugün bu videoda birlikdə bu imtahanın suallarına birlikdə baxıb müzakirə edəcəyik və bu sualları həll etməyə çalışacağıq. O zaman videoya başlayaq. Baxaq bizim ilk sualımız nədir? İlk sualdan başlayaq. 57-ci sualda bizə deyilir ki, 1, 7, 9, 5, 3, 6 rəqəmlərindən hər birindən bir dəfə istifadə etməklə düzələn ən böyük və ən kiçik 6 rəqəmli ədədlərin fərqini tapın. Ən böyük rəqəm bizim üçün necə olacaq? Ən böyükdən ən kiçiyə doğru düzələcəyik də bunları. Onda düzə görək, ən böyük rəqəmimiz hansıdır? 9, 7, 6, 5, 3, 1. 976.531 imiş ən böyük ədədimiz. Ən kiçik ədədimiz isə bunun tərsinə olacaq. Yəni 1, 3, 5, 6, 7, 9. 135.679. Bunları bir-birindən çıxdıqda 11-dən 9 çıxanda 2, 12-dən 7 çıxanda 5, 14-dən 6 çıxanda 8, 5-dən 5 çıxanda 0, 7-dən 3 4, 9-dan 1 8. 840.852 cavab edir A variantı. İkinci sualda irrasional ədədlərdən hansı bir bölgüsüdən kiçikdir? Deməli, biz irrasional ədədləri müqayisə edə bilmirik. Çünki onların qiymətini bilmirik. O zaman biz bunları necə müqayisə edə bilərik? Məntiqlə düşünsək, bir irrasional ədədin bir bölgüsüdən kiçik olduğunu biliriksə, deməli onun kvadratı da 1 bölü 9-dan kiçik olacaq. Düzdürmü? Düzdür. Deməli 1 bölü 6'nın 1 bölü kök 6'nın kvadratı olur 1 bölü 6. 1 bölü 6 1 bölü 9'dan böyükdür, kiçik deyil. Deməli A variantı deyil. 1 bölü 2 1 bölü 9'dan böyükdür. Deməli B variantı da deyil. 1 bölü 15 1 bölü 9'dan kiçik olacaq. Cavab oldu C variantı. 1 bölü 5 1 bölü 9'dan böyükdür. D variantı olmur. 1 bölü 3 1 bölü 9'dan böyükdür. Y variantı olmur. Cavabımız oldu C variantı. 59'da deyir ki, ifadəsinin qiymətini hesablayın. Necə hesablaya bilərik? İçə hesablasaq 0,25 4də 1-dir. 4də 1 16-ya vuranda neçə edir? 4də 1 vur 16. Bu da %36'dır. 0,36 da %36 edir. 4'ü ixtisar edəcək. 36 bölü 4 9. 100 bölü 4 25. 9 bölü 25. 4'lər bir-birini apardı. Burada yuxarıda qaldı 4. Elədi kök altda. 36 böl 25. O da alınır 6 böl 5. Yəni 1,2. Cavab əldə A variantı. İstənilən boş olmayan ABC çoxluqları üçün münasibətlərdən hansı doğru deyil? A ilə A-nın kəsişməsi A-nı verir, düzdür. A bir kəsişmə, mörtəzədə B kəsişməci bərabərdir. Mörtəzədə A kəsişmə B kəsişməci. Bu da doğrudur. C variantında deyilir ki, A daxildə A ilə B-nin birləşməsi. Bu da doğrudur. A ilə B-nin birləşməsinin A birləşmə A ilə B-nin kəsişməsi elə A-nı verir. Bu da doğrudur. Y variantında isə deyilir ki, B daxildə B ilə C-nin kəsişməsi. Bu isə səhvdir. Y variantı. Onun da səbəbini belə göstərə bilərik. Bu B çoxluğudur, bu isə C çoxluğudur. Bura X, bura Y, bura Z. B ilə C-nin kəsişməsi verir bizə X-i. B ilə C-nin birləşməsi, B-nin özü isə neçə olur? X üstəgəl Y olur. Gördüyünüz kimi burada tərs yazdıq bir dəqiqə. B ilə C-nin kəsişməsi Y-dir. Özü isə X üstəgəl Y-dir. Gördüyünüz kimi burada X var əlavə, ona görə daxil deyil. Y variantı səhv olur. Kubun tilini bir vahid artırsaq, onun həcmi 19 vahid artar. Kubun tilini tapın. Deməli, kubun tilini X desək, X üstəgəl 1-in kubu çıxılsın X-in kubu. Bizə 19 verəcək. Həcmi tapdıq, belə tənliyi qurduq. Buradan X-in yenə 2 qoyanda ödəyir. 3-ün kubu çıx 2-nin kubu 19 verir. Yəni 27 çıx 8 verir bizə 19-u. Deməli biz buradan X-i tapdıq 2. Kubun tilini istəyirdi bizim üçün. O da deyir 2. B variantı. 62-ci sualda daxili bucaqların cəmi 1800 olan qavarıq çoxbucaqlının tərəflərinin sayını tapın. Daxili bucaqların cəmi düsturu 180 vurulsun n çıx 2-dir. 180 vurulsun n çıx 2 bərabərdir 1800. N çıx 2 bərabərdir 10. Buradan n-i tapdıq 12. Deməli tərəflərin sayı 12-dir, D variantı. 63-də velosipedçi 24 km/saat sürətlə gedərək müəyyən məsafəni 1,5 saatda qət etdi.
Velosipedçi həmin yolu 18 km/saat sürətlə gedərək neçə saatda qayıdar? Deməli, biz birinci yol, zaman və sürət əlaqə düsturunu yazsaq, sürət bərabərdir yol L bölünsün zaman T. Ya da yol bərabərdir sürət vurulsun zaman, ya da zaman bərabərdir yol bölünsün sürət deyə hesablaya bilərik. Birinci biz yolu hesablasaq, yolumuz nəyə bərabərdir? 24 km/saat vurulsun 1.5 saat. 24 vurulsun 1.5 bizim üçün eləyir neçə? 36 kilometr bizim yolumuz var imiş. Sonra da bizim üçün neçə saatda qayıtdığını hesablamamızı istəyir. Yəni zamanı hesablamamızı istəyir. Zamanı da hesablasaq nə olur? T'miz nəyə bərabərdir? Yol bölünsün sürət. Yəni 36 bölünsün 18 bizim üçün oldu 2 saat. 2 saata qayıdarmış. Y variantı. 64. A-nın hansı qiymətində 3 A üstəgəl 9 ifadəsinin qiyməti 4 A - 18 ifadəsinin qiymətindən 3 dəfə böyük olar. Tənliyi yazsaq 3 A üstəgəl 9-u biz bölsək 4 A - 18-ə bizim üçün olacaq 3. Çarpaz vursaq 3 A üstəgəl 9 bərabərdir 12 A - 54. Biz buradan 9 A-nı tapırıq. Neçə? 63. A-nı da buradan tapdıq 7. Deməli A-mız 7 imiş. Cavab oldu Y variantı. 65-də bizə deyilir ki, ifadəsinin qiymətini hesablayın. Yuxarıda müxtəsər vurma düsturu var. A kvadrat çıx B kvadrat düsturu. Bu düstur A çıx B, A üstəgəl B deyə vurğulara ayrılır. Yəni bu ifadəmiz bərabər olacaq 18 məxrəci sürətdə isə 10 çıx 8, yəni 2 vurulsun 10 üstəgəl 8, yəni 18. 18-lər bir-birini aparacaq, cavab alınacaq 2. Y variantı. 66-da dairəvi diaqramda universitet tələbələrinin fakültələrin üzrə sayı faizlə göstərilmişdir. Televiktorinada iştirak etmək üçün universitetlərin bir tələbəsi təsadüfən seçilir. Hansı hadisənin baş vermə ehtimalı daha böyükdür? Ehtimalın ən böyük olması üçün biz ən böyük olan yerdən seçməliyik. Yəni hansı tələbələrin daha çoxdursa, hansı tələbələrin sayı daha çoxdursa, o tələbənin seçilmə ehtimalı daha çox olur. Ona görə 39% hansıdır bizim üçün? Təbiət elmləri fakültəsi. Deməli, Təbiət elmləri fakültəsindən tələbə seçilməsi ehtimalı daha çoxdur. Cavab olur C variantı. 67-də ifadəsini sadələşdirin deyir. %36 bizim üçün bayaq hesablamışdıq. 25-ə 9 eləyirdi. 25-də 9. Vurulsun A üstü -5, yəni 1 bölü A. Uzatsaq buranı 1 böl A üstü 5, yəni məxrəcdə olur A üstü 5, sürətdə olur B üstü 6, C üstü 3. Bunu vururuq neçəyə? 9-da 20 vurulsun A üstü 4, B üstü -4, B məxrəcə düşür B üstü 4, C üstü -5, C məxrəcə düşür C üstü 5. Buradan sonra isə 9-lar bir-birini apardı. 20 ilə 25 5-ə ixtisar etsək 4, 5. B'lər B üstü 6 ilə B üstü 4 bir-birini apardı. B'nin kvadratı qaldı. C'lərdə C'nin kubu ilə C üstü 5 bir-birini apardı. C'nin kvadratı qaldı. A üstü 4 ilə A üstü 5 bir-birini apardı. A qaldı. Biz buradan nə tapdıq? 5-də 4 vurulsun B'nin kvadratı vurulsun A üstü -1, C üstü -2. Yəni olur bizim üçün cavab D variantı. 68-ci sual. Radiusu 7.5 cm olan çevrənin diametrini tapın. Dairənin diametrini tapın. Bilirik ki, diametr 2 dən radiusa bərabərdir. Yəni 2 vurulsun 7.5 cavab verir bizim üçün 15 cm diametri olarmış. C variantı. 69-da çevrəsinin OY oxu ilə kəsişmə nöqtəsinin koordinatını tapın. OY oxu ilə kəsişirsə, x-i 0-a bərabərdir. X-in yerine 0 qoyduqda y-i tapmalıyıq. Yəni 0 qoyduqda 4-ün kvadratı üstəgəl y-in kvadratı bizim olacaq 52. 16 üstəgəl y kvadratı bərabərdir 52. Biz buradan y kvadratını tapırıq 36. Y-imiz olur müsbət -6. Deməli nöqtələrimiz 0, 6 və 0, -6 nöqtəsi olarmış. Cavab oldu B variantı. 70-ci sualda tənliyini həll edin deyir. X-i mörtəzi xaricinə çıxartdıqda x vurulsun 4x çıx 3
bərabərdir 0-a. Bizim üçün x-in özü 0-a bərabər ola bilər. Bir də 4x çıx 3-ümüz 0-a bərabər ola bilər. Yəni köklərimizdən biri x bərabərdir 0, bir də x bərabərdir 4-də 3. Cavab olur hansı variant? C variantı. 71-ci sualda ifadəsini sadələşdirin deyir. Ortaq məxrəcə gətirsək, x üstəgəl a vurulsun x çıx a, olacaq yuxarıda a vurulsun x çıx a, çıxılsın a vurulsun x üstəgəl a. Bunu da vurub atsaq, x kvadrat çıx a kvadrat olur burada. Yuxarıda isə ax çıx a kvadrat, çıx ax, çıx a kvadrat. Yəni, ax-lar bir-birini aparır. Mənfi 2a kvadrat bölünsün x kvadrat çıx a kvadrat. Buradan da tərsini çevirsək, 2a kvadrat bölünsün a kvadrat çıx x kvadrat olacaq cavabımız. Yəni A variantı. 72-də yenə ortaq məxrəc eləsək 4-ə. 4-də 6x çıx 3 kiçikdir 4x çıx 5-ə. Hər tərəfi 4-ə vurduqda 6x çıx 3 kiçikdir 16x çıx 20-dən. X-ları bir tərəfə, y-ləri bir tərəfə, ədədləri bir tərəfə yığsaq, 16x-dən 6x-i çıxdıqda 10x böyükdür neçədən? 20 çıx 3 17-dən. Deməli, x-imiz böyükdür neçədən? 17 böl 10-dan. Ən kiçik tam həllini istəyirsə bizim üçün x bərabər olacaq 2-yə. 73-də mətbəədəki rəngli və ağ-qara rəngdə çap olunan bir vərəqin çap qiyməti cədvəldə verilib. Elnur bu mətbəədə 5-də 1-i ağ-qara, qalanı rəngli çap olmaqlı 4000 vərəq çap etdirdi. O, mətbəəyə neçə manat ödəməlidir? 4000 vərəqin 5-də 1-i olur 800 vərəq. Deməli, 800 vərəqimiz ağ-qaradır. Qalan 3200 vərəqimiz isə rənglidir. Deməli, ağ-qara 1500 arası vərəq nə olur? 0-dan %35 manat, yəni 35 qəpik. Deməli, bizim üçün onda 800 vurulsun %35 manat olur bizim üçün ağ-qaranın xərci. Rəngliyə keçdikdə isə rəngli bizim üçün 1500 vərəqdən çoxdur. Ona görə 0,45-ni hesablayacağıq. Yəni, üstünü əlirik 3200 vurulsun %45. Bunu hesabladıqda yüzlər bir-birinə apardı. 8 vursun 35. 240 üstə gəl. 40, 280 manat üstə gəlsin. Yenə yüzlər bir-birinə apardı. 32 vurulsun 45 hesablayaq bir dənə. 5 vur ki 10 bir yadda 160 8 12 0 4 1440 eləyirmiş. Üstünə də 1440 manat gəldikdə bizim ümumi xərcimiz olacaq 1720 manat. 74-cü suala keçdikdə x, y hasilini istəyir bizim üçün. Toplasaq bu ifadələri bir-biri ilə, y-lər bir-birinə aparacaq. 3x-imiz bərabər olacaq 21-ə, x-imiz olacaq 7, y-imiz isə olacaq 7 yerinə qoyduqda 14-dən 9 çıxdıqda cavab verir 5. X vur y-imiz isə olur 7 vur 5, yəni 35 olacaq. 75-də avtobusda 30 sərnişin var idi. Birinci dayanacaqda 7 nəfər sərnişin düşdü, 9 nəfər mindi. İkinci dayanacaqda 14 nəfər düşdü, 4 nəfər mindi. Avtobus ikinci dayanacaqdan sonra neçə nəfər sərnişin oldu? Deməli, 30 nəfər var idi, 7 nəfər düşdü, çıx 7, 9 nəfər mindi, üstəgəl 9. 14 nəfər düşdü, çıx 14, üstəgəl 4. Bunu hesablayacağıq. 30-dan 7 çıxanda 23, üstə 9 gəndə 32. 14 çıxanda 18, üstəgəl 4, 22 nəfər olmuş olacaq. İkinci dayanacaqdan sonra. AB və CD parçaları Y kəsmə nöqtəsində yarıya bölünür. Deməli, buraya bərabərdir, buraya isə buraya bərabərdir. BY böl YD böl AD 6 böl 4 böl 9 imiş. Deməli, BY-miz 6K-dır, YD-miz 4K-dır,
AD-miz 9K-dır. AD-yə 3 bucağının sayısı. Burada bərabərlikdən istifadə edərək AY-nin də 6K olduğunu deyə bilərik. YC-nin 4K olduğunu, CB-nin isə 9K olduğunu deyə bilərik. Bundan sonra AD-yə 3 bucağının perimetri 38 olarsa, toplayanda 9K üstəgəl 4K üstəgəl 6K. Bizim üçün olur 19K. Bu bərabərdir neçəyə? 38-ə. Biz K-nı tapdıq buradan 2. CB parçasının uzunluğunu istəyir. O da onsuz da AD-yə bərabər idi. Yəni 9K o da olur CB parçası. Yəni 9 vur 2 18 imiş. 77-ci suala baxsaq. YF FC-yə bərabərdir. Bura buraya bərabərdir. Onların ikisi 3 imiş. Burada 3'dür, burada 3'dür. AC-miz 9'dur. Paralellik verir. Biz BF-i soruşur bizdən. BF x desək, Fales teoreminə əsasən BF bölünsün BC bərabərdir YF bölünsün AC. Yəni buradan x bölünsün 3 bərabərdir x üstəgəl 3 bölünsün 9. Çarpaz vurub tənasüb edəsək 9x bərabərdir 3x üstəgəl 9. Biz buradan 6x tapırıq 9. X olur 9 böl 6 yəni 3 böl 2 yəni 1/5 olur. BF də x-a bərabərdir. O da olur 1/5. 78-ci sualda bir ədədin 25% ilə digər ədədin 50%-nə bərabərdir. Bir ədədin 25%, yəni 4də 1-i 1 böl 4x bərabər nəyə? Digər ədədin 50%-nə, yəni 1 böl 2y-ə. Hər tərəfi 4-ə vursaq, x bərabər olur 2y-ə. Belə bir əlaqə tapdıq bu ədədlər arasında. Bu ədədlərin fərqi 60 olarsa, yəni x çıx y bərabər də 60 olarsa, ədədlərin cəmini tapın. X-in yerine 2y qoyduqda 2y çıx y eləyir 60, y bərabər də 30, yox, y bərabər də 60, x bərabər də 120. Ədədləri tapdıq. Biri 60 imiş, biri 120 imiş. Cəmlərini istəyir bizim üçün. X üstü y-də olacaq. Neçə? 180. Cavabımız oldu 180. Elnur hər gün eyni miqdarda pul xərcləyir. Elnurun pulunun və xərclədiyi pulun miqdarını göstərən qrafik aşağıda verilib. Elnurun pulu neçə günə bitər? Deməli, xərcləməmişdən əvvəl 150 manat pulu var imiş Elnurun. 15-ci gündə isə xərclənən pulla qalan pul bir-birinə bərabər olur. Xərclənən pulla qalan pul bir-birinə bərabərsə, deməli 75 manat xərcləyib, 75 manat isə qalıb 15-ci gündə. Deməli, bizim Elnurun pul neçə günə bitər deyə soruşursa, Elnur pulun 150 manatın hamısını xərcləməlidir. Bu Elnur 15 günə 75 manat xərcləyirsə, 150 manat pulun hamısını neçə günə xərcləyər? Biz buradan tənasüb edirik. X bərabərdir 150 vurulsun 15 bölünsün 75. 150 ilə 75 bir-birini ixtisar edir. 2 vur 15 cavab edir 30 günə. Deməli 30 günə Elnurun pulu bitərmiş. 80-ci sualda. Bu bizim üçün qaydadır. Qaydanı belə yazaq burada. 2 ədəd paralel xətt verilib. Bu xəttlər bir-birinə paraleldir. Bura A bucağıdır, bura X bucağıdır, bura B bucağıdır. X bucağı bərabərdir A üstəgəl B çıxılsın 180 dərəcə. Deməli biz buradan C bucağını tapsaq, necə tapa bilərik? C-nin yerinə X qoysaq, X üstəgəl 100 çıx 180 bərabərdir 50-yə. Biz buradan X tapa bilərik 130 dərəcə. Yəni C bucağımız olacaq 130 dərəcə. 81-ci sualla. Tərəfi 8 cm olan kvadratın ABCD kvadratında S1 böl S2, yəni buranın S1-in S2-yə, buraya nisbəti 1-in 9-a nisbətən verilmiş. Yəni o zaman biz biraz fərqli rənglə göstərək. S1-in yerinə S yazsaq, S2-nin yerinə 9S yazsaq, bu mümkündür. Ardıca isə bu sahələr də bir-birinə bərabər olacaq. Yəni burada 9S-dir, burada S-dir. Biz bunu da tapmış olduq. Bura 3K yazsaq məsələn, burada 3K, çünki hasili 9S eləmək üçün.
Bura k, bura k. Yenə buranı neçə tapmış olduq? 3s. Buranı da 3s tapmış olduq. Düzdür? Anladınız da yəni dediyim məntiqi. O zaman burada olacaq k, burada olacaq k. Burada olacaq 3k, burada olacaq 3k, k, 3k. Buna əsasən əslində belə izah etsək siz daha yaxşı başa düşərsiniz. Bir dəqiqə Fales teoremi ilə izah eləməyə çalışacağam sizin üçün. Üçbucaqların sahələri. Bura A desək, buraya A desək. Çünki burada kiçik kvadrat var. Buraya B desək, buraya B desək. Deməli A kvadrat böl 2 bölünsün B kvadrat böl 2 sahələri hesablayırıq. 1-in 9-adır. Biz buradan A kvadrat bölünsün B kvadratı tapırıq 1 böl 9. Hər tərəfi kökə saldıqda A böl B'miz bizim üçün olur 1 böl 3. Yəni A'mız bizim üçün K'dır. B'miz isə 3K'dır. O zaman A'nın yerinə K yazsaq. B'nin yerinə isə 3K yazsaq. B bura paralel köçürmək olar. B də bura gəldi 3K oldu. Bizim tərəfimiz oldu 4K. Deməli 4K'mız bərabərdir 8-ə. K'mız bərabərdir 2-yə. Bizdən S2-ni istəyir. S2 nədir? B kvadrat böl 2-dir. Onu da burada yazaq. B kvadrat böl 2. S2 bərabərdir B kvadrat böl 2. B bizim üçün nə idi? 3K idi. 3K'nın kvadratı edir 9K kvadratı bölünsün 2. Yəni 9 vurulsun 2-nin kvadratı bölünsün 2. 2-nin kvadratı ilə 2 bir-birinə aparacaq. 9 vurur 2 cavab edəcək 18. S2-ni tapdıq 18. Beləliklə bu sual da burada bitdi. Ümid edirəm ki, izahları bəyəndiniz. Gələn imtahanlarında hər birinizə uğurlar arzu edirəm. İmtahana girən şagirdlərə də ümid edirəm ki, hər biriniz çox yaxşı yazmısınız. Bugünlük bu qədər. Sağ olun.